Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lam yalid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Pərverdigar-ı aləm inşallah bu gecəni hamımız üçün xeyirli, bərəkətli qərar versin. Allah Teala bu müqəddəs gecənin feyzindən bizi binəsib, məhrum etməsin inşallah. Artıq ehtimal olunan İkinci Qədir gecəsindəyik. Çox müqəddəs, mübarək gecələri yaşayırıq. Elə bir gecə ki, onun əzəmətini Allah Peyğəmbərə buyuranda buyurur və ma ədrakə ma leylətul qədr. Sən nə bilirsən ki, ya Peyğəmbər, Qədr gecəsi nədir? Yəni Allah demək istəyir ki, bu gecənin fəziləti o qədər əzəmətlidir ki, hətta əzəmətli Peyğəmbər belə onun əzəmətin başa düşmək üçün ona çətindir. O ki, qalmışdı, biz insanlar olaq. Ona görə də bəzi adamlar heç bu gecələrin əhəmmiyyətinə, onun fəzilətinə etina eləmirlər, heç ümumiyyətlə bu gecə haqqında təsəvvürləri yoxdur. Amma şükürlər olsun Allaha ki, Allah bu neməti bizə qismət eləyib və bütün müsəlmanlar, möminlər hər yerdə çalışırlar ki, bu gecələri ehya saxlasınlar və səy eləsinlər ki, Allahın rəhmətindən özlərinə bir pay apara bilsinlər. Allah Teala bizi həmin bəndələrdən, insanlardan qərar versin. Çox doğrudan da müqəddəs gecədir, biz bilmirik. Sadəcə biz oxuduğumuzu, eşitdiyimizi deyirik, izah eləyirik. Amma əslində bəzi şeylər var ki, heç düzdür deyirik, amma dediyimizi dərk eləyə bilmirik ki, biz nə deyirik. Çünki onu sadəcə əqli səviyyəmizdə, təfəkkür səviyyəmizdə dərk eləyə bilirik. Amma ruh, qəlb əsas o dərkin yeridir ki, görürsən bəzi həqiqətləri insan aciz qalır. Gələk ruhun tutumu o qədər geniş ola ki, o həqiqəti dərk eləyə bilər. Həzrət Peyğəmbərə Allah buyurur, ələm nəşrəh ləkə sədrək, ya Peyğəmbər, sənin sinəvi, qəlbivi genişləndirmədik. Yəni Peyğəmbər, sənin qəlbivi genişləndirdik ki, sən o böyük həqiqətləri dərk eləyə biləsən, həzm eləyə biləsən. Ona görə o həqiqətləri dərk eləmək üçün doğrudan da insana geniş qəlb lazımdır. Bu gecələr həmin gecələrdir ki, insan fürsət tapır ta o qəlb genişliyinə, ürək genişliyinə çata və o həqiqətləri biraz da yaxından dərk eləyə. Bir var bir şeyi bilmək, bir şeyi tanımaq, bir də var bir şeydən xəbər vermək. Allah Teala Həzrəti Adəmi yaradanda Həzrəti Adəm üçün buyurur ki, və alləmə Adəməl əsmaə kulləha. Allah Teala Həzrəti Adəmə bütün adları öyrətdi. İndi adlardan məqsəd nədir? İşim onda yox. Ümumi bir dənə mənanla desək, yəni bütün elmin, bütün həqiqətin xəzinələrini Həzrəti Adəmə öyrətdi. Həzrəti Adəm Peyğəmbərə bütün hikmət xəzinələrini verdi. Təlim elədi. Həzrəti Adəm qeybin gizli xəzinələrini bildi, tanıdı, öyrəndi. Amma həmən əsmadan, həmin adlardan Allah Teala ardıcan buyurur ki, mələklərə göstərir. Buyurur ki, və ənbiuni, mələklər mənə xəbər verin bu adlardan.
Diqqət eləyin, burada mən iki sözün arasındakı o incə fərqi demək istəyirəm. Həzrəti Adəmə deyəndə Həzrəti Adəm üçün buyurur ki, Adəmə öyrətdi, Adəm onları tanıdı, amma mələklərə deyir ki, mələklər xəbər verdi, xəbər verin. Yəni, mələklər o gizli həqiqətlərdən ancaq xəbər verə bilərlər, tanıya bilməzlər. Həzrəti Adəm mələkdən ona görə üstündür ki, Həzrəti Adəm o gizli həqiqətləri tanıdı, bildi. Təsəvvür eləyin ki, məsələn, bir sinifdə müəllim bir neçə tələbənin arasında hansısa bir elmin mətləbi onlara izah eləyir və onları yaxından həmin elmi mətləblə tanış eləməyə çalışır. Çöldə pəncərənin qapının ağzında gəzən o tərəf bu tərəfə gedənlərdən əgər soruşsalar ki, orada nə iş görürlər, onlar ancaq buradan xəbər verə bilərlər. Ki, məsələn, bir adam yığışıb orada 5 nəfər başında müəyyən, məsələn, söhbətlər eləyirlər, amma xəbər verirlər orada şəxsin sayından və yaxud da elmin mövzusundan xəbər verə bilərlər. Amma orada gedən o təhlilləri ancaq bir müəllim başa düşür, bir də onu eşidən tələbə başa düşür. Çöldə olan ancaq xəbər verə bilər. Buyurur, mələklər həmin o çöldə olan şəxslərə bənziyirlər ki, həqiqətlərdən ancaq xəbər verə bilərlər. Həzrəti Adəm isə həmin sinifin içində olan həmin həqiqətləri yaxından tanıyan və öyrənən bir şəxs idi. Ona görə insan məqamı, Adəm məqamı mələk məqamından üstündür. Amma bu hər kəsə qismət olmur. Kim ki Peyğəmbərdir, Allah lütf eləyir. Amma yol açıqdır, hər kəs üçün yol açıqdır. Tək Peyğəmbər, imam yox. Elə insan ola bilər ki, o insan ruhu genişlənə, qəlb genişlənə və çata bir dərəcəyə ki, bəli, o gizli həqiqətləri, pərdə arxasında əzəmətli ayələri yaxından dərk eləyə. Məsələn, Quran-ı Kərim var, Quran-ı Kərimin özündə çox alimlər Quran-ı Kərimi izah eləyirlər, təfsir eləyirlər. Amma necə təfsir eləyirlər? Öz elmləri ilə, əqilləri ilə təfsir eləyirlər. Amma Quran buyurur ki, Quran-ı Kərimin təfsiri üçün ancaq və ancaq elmin, əqlin səviyyəsinin yüksək olması kifayət eləməz. Gələk ruh da pak ola. Ruh pak olmasa, insan bir həddə qədər ayəni təfsir eləyə bilər. Quranı təfsir eləyə bilər. Çünki ağıl, elm məhduddur deyə, insan da ancaq bir həddə qədər təfsir verir. Amma ruh pak olanda necə? Ruh paklaşdıqca insanın üzünə o maarif həqiqət qapıları açılır. Təsəvvür eləyin, Quran-ı Kərim bənziyir uçsuz bucaqsız bir dənə dənizə, biz çıxmışıq o dənizdə seyrə. Amma seyrə çıxdığımız vəsilə o qayıq, gəmi məhduddur, bir yerə qədər gedə bilir. Bir yerə çatanda imkanlar tükənir. İndi mən soruşuram gəmidən, gəmiçidən. Elə bu, deyir, yox. Biz çox cüzi bir hissəsini gəzmişik. Amma dənizin ucu bucağı yoxdur. O demək deyil ki, elə dəniz biz seyr elədiyimiz yerdən ibarətdir. Biz 1000-də 1, 100.000-də 1 hissəsini seyr eləmişik. O insanlar ki, ağlının, elminin gücünə Quran təfsir eləyir, ayə təfsir eləyir, o insanlar elə bil ki, dəryanın bir hissəsinin seyrini eləyə biliblər, amma böyük bir hissəsi qalıb. Oradan o yana alimin, elminin, ağlının gücü yoxdur ki, dahi təfsir eləsin. Burada nə lazımdır? Ruh paklığı lazımdır. Ruh pak olanda artıq insan başlayır, daha artıq elmin, ağlın imkanlarının fövqündə duran bir imkanlar açılır onun üçün və insan Quran təfsir edir. Bir alimlərdən biri var idi, deyirdi, mən Quran təfsiri dərsin verirdim, getdim Nəcəfə, gördüm bir alim, bir dənə ayə oxudu, bir təfsir elədi. Amma bu qədər təfsir eləmişdim, təfsir oxumuşdum, tədris eləmişdim, o təfsiri birinci dəfə eşidirdim. Dedim, səhər də gələcəm bu alimin yanına, səhər də gəldim, gördüm, alim yenə dünənki ayəni oxudu, amma başqa bir təfsir verdi. Amma çox maraqlı, çox qəribə. Mən eşitməmişdim, oxumamışdım, dedim, sabah da gələcəm. 3-cü gündə gəldim, gördüm, yenə həmin ayə, amma növbəti bir təfsir.
4-cü gün yenə həmin ayə növbəti bir təfsir. Ta 70 dəfə mən həmin alimin yanına getdim, gəldim. Onda dərk elədim ki, Ağa Əmirəl-Möminin buyurur, hər ayənin 70 bətni var, hər bətnin də 70 bətni var. O bətinlərə çatmaq üçün ruh paçlaşmalıdır. Da ağıl elmin gücü yoxdur orada. Ağıl elm bir həddə qədər gəlir də qutardı. Bundan o yana elm bizə deyir ki, mənim gücüm yoxdur. Allahu a'lam, bundan o yananı Allah bilir. Quran buyurur ki, Allah və elmdə möhkəm olan şəxslərdən başqa bu həqiqətlərin açarını bilən yoxdur. Ancaq bunun açarı Allah və elmdə olan, möhkəm olan insanların yanındadır. Ona görə Quran buyurur ki, la yəməssuhu illəl mutahharun. La yəməssuhu illəl mutahharun. Quran-ı Kərimə ancaq kimlər toxuna bilər? Paçlar toxuna bilər. Bu bir zahiri mənada, yəni dəstəmazsız olmaz hərflərinə toxunmaq. Amma batini mənada götürəndə, yəni insanın ruhu o qədər paçlaşmalıdır. Ruh paçlaşdıqca böyüyür, böyüdükcə də Quranın həqiqətindən artıq agah olmağa başlayır. Ona görə hədislərdə də var ki, Quran-ı Kərimin Həzrəti Fatimə-i Zəhra, nümunəsini deyək, nə peyğəmbərdir, nə imamdır. Amma Həzrəti Fatimə-i Zəhra sadəcə məsum bir xanımdır. Çöldə atasına Quran-ı Kərimin ayələri nazil olur, evdə Həzrəti Əli əleyhissalam, İmam Həsən ağa çöldə nazil olan ayələri evdə analarına, xanıma oxuyurlar. Xanım Zəhraya da təfsirə ehtiyac yoxdur. Oturasan ayəni deyəsən, xanım Zəhraya başlayasan, təfsir eləyəsən ki, bu üçündür, bunun mənası budur. Ehtiyac yoxdur xanım Zəhraya. Ona görə yox ki, peyğəmbərdir, ona görə yox ki, məsum imamdır. Ona görə ki, sadəcə məsum bir xanımdır. Qəlb o qədər paçdır, eşitdiyi ayənin da içindəki o bətinlərin hamısından xəbər verə bilər, təfsirsiz, izahsız. Sözüm buradadır ki, ruh paçlandı ki, var artıq yüksəlir, yüksələndə Allahın yanında olan o həqiqətlərdən xəbər verir. Bu gecələr həmin münasib, fürsətli bir gecələrdir ki, insan öz ruhunun paçlığı üçün çalışa və Allah yanında yüksələ. O həqiqətləri dərk eləyə. Qədr gecəsi həmin həqiqətlərdəndir. Biz dərk eləmirik ki. Görürsən, elə içi mən qarışıq, birimizi yuxu basır, birimizi nə bilim, darıxır, çıxar bayra bir çay içək. Amma vallah billah, övliyalara baxın, övliyalar indi yay fəslidir də, 3-4 saatdan sonra o başlanlıq çatır. Qış fəslində axşam saat 7-dən səhər saat 12 saat ehya saxlayırlar. Biz 2 saat ehya saxlayırıq, yuxu gözümüzdən tökülür. Bir çaya Allah açandır, nə vaxt olacaq, darıxma tutur adam. Amma Allah övliyaları belə deyir. Onlar bir çaya Allah'ı Kur'an'ı koyurlar, bir çaya Allah okuyurlar, ta bir donda ayrılırlar ki, sübh açılıb elə bir çaya Allah qutarmayıb. Sübh açılıb ama rükû qutarmayıb. Sübh açılıb ama komel qutarmayıb. Sübh açılıb covşən kəbri qutarmayıb. Niyə? Çünki ruh o qədər paçdır ki, doymur. O qədər doğmadır. Amma bizə bu şeylər çox yatdı deyənə biraz mənus oldu, qutardı. Amma bizim üçün də yol var. Ağalar buyururlar, Əli əleyhissalamın hədislərində də var ki, elə biraz gördünüz ki, ruhunuz imkan verdi sizə, ondan artığına getməyin. Ondan artığına getməyin. Elə biraz gördünüz ki, halınız oldu və bir neçə saat, bir neçə dəqiqə ehya saxladınız, əməlləri yerinə yetirdiniz, da yuxu gözünüzdən töklə-töklə, səhərə qədər oyaq qalmaqdansa, o cür oyaq qalmaqdansa gedib yatmaq yaxşıdır. Çünki yatmağa heç olmasa bir şey verirlər, orucluq aydı, ibadətdən, zatdan yazırlar. Qalıb səhərə qədər elə çay içə, tum çıtdıya bir qeybət eləyəcəyi olan qalan da çıxdı əldən. İmam Baqir əleyhissalam buyurur ki, ən yaxşı əməl bilirsiniz hansı əməldir? Bizə kim sual verirsə ki, ən yaxşı əməl hansı əməldir? Birimiz deyəcək namaz, birimiz deyəcək oruc, birimiz deyəcək elə həc, birimiz deyəcək cihad. Amma İmam Baqir əleyhissalam çox maraqlı bir söz buyurur. Buyurur, ən yaxşı əməl odur ki, az olsun, yaxşı olsun, halla olsun. Az olsun, davamlı olsun, həmişə olsun. Qədir gecəsi ildə bir dəfə gəlirik, oyaq qalırıq. Amma adamlar var ki, elə hər gecə biraz oyaq qalırlar. Hər şəb-şəbi qədrəstə, əgər qədr bedani. Əgər qədrin bilsən, elə hər gecə sənin üçün qədir gecəsidir. Qədrin bilsən. Ən yaxşı əməl odur ki, az olsun, davamlı olsun.
ildə bir dəfə bu cür ehya saxlamaq, amma adamlar var ki, elə gündə biraz ehyanı saxlayırlar, onu ilə də gedirlər məqamlara. Vallahi bu ildə bir dəfə ehya ilə bir şey verməzlər ki. Quran-ı Kərim buyurur ki, ya Peyğəmbər, fətəhəccəd minəl-leyli nafilətən lək, əsəllahu ən yərfəəkə məqamən məhmuda. Gecənin bir hissəsini oyaq qal, ümid var, hələ o da ümid var ha. Peyğəmbərə buyurur, ümid var ki, Allah səni bəyənilmiş bir məqama çatdırar. Gecədən bir hissəsini oyaq qal, amma davamlı şəkildə. Peyğəmbərə gecə namazı vacib idi də, bizə müstəhəbbidir, amma Peyğəmbərə gecə namazı özdə necə vacib idi Peyğəmbərə? Bir var ki, 11 rəkəti elə bir dəfiyə qıla, gedə yata. Bir də səhər sübh namazında ayla. Bir də var ki, məsələn, əvvəldən yata, axıra sübh namazına bir yarım saat, 1 saat qalmış, dura 11 rəkəti qıla. Belə də ya əvvəldən, ya axırdan. Bir yarım saat seçə, bir 40 dəqiqə, 50 dəqiqə seçə, o 11 rəkət qıla. Ya əvvəldən, ya axırdan. Peyğəmbərə belə vacib deyirdi ki. Peyğəmbərə deyirdi 11 rəkətdən 2 rəkət qıl, ged yat. Peyğəmbər 2 rəkət qıldı, getdi, yatdı. Bir 15 dəqiqə, 20 dəqiqə, ya Allah, bismillah, dur ayağa, o bir 2 rəkəti qıl. 11 rəkəti Peyğəmbər qılırdı, yatırdı, qılırdı, yuxunu da aram eləyirdi Peyğəmbər Allah. Bir fətəhəccəd minəl-leyli nafilətən, gecənin bir hissəsini bax, belə oyaq qal. Əsəllahu ən yərfəəkə məqamən məhmuda. Ya Peyğəmbər, Allah səni bunu ilə məqam-ı məhmuda çatdırar. Məqam-ı məhmud nədir? Mənası yəni bəyənilmiş məqam. Məhmud, ərəb dilində bəyənilmiş deməkdir. Amma izahında başqa şey var. Məqam-ı məhmud, yəni o ki, Peyğəmbər qiyamətdə ümmətə şəfaət eləyəcək. Təsəvvür eləyin, gecə oyaqlığı səbəb olar insan qiyamətdə məqam-ı məhmuda çatsın. Bu tək Peyğəmbərə aid deyir, ha? Hər bir insan üçün yol açıqdır. Gecələrin bərəkəti budur ki, insanın məqam-ı məhmuda çatdırar. Peyğəmbər hara çatıbsa, elə bu gecələrin bərəkətindən çatıb. Məqam-ı məhmud alimlər buyurur ki, özü də bəyənilmiş bir məqam. Kim tərəfindən bəyənilən? Bəyənilən məqam kim tərəfindən? Bunun bir bəyənən var, yoxsa yox? Peyğəmbər bəyənilmiş bir məqama çatdırıb. O məqamı kim bəyənib Peyğəmbər üçün? Deyir, bəyənilmiş məqam hər bir varlıq tərəfindən bəyənilmiş bir məqamdır. Yəni bir məqamdır ki, hamı onu bəyənir. Tək insanlar yox, başqa canlılar. Bütün varlıqlar, bütün cəmadat, təbiət o məqamı bəyənir. Buyurur Peyğəmbər, həmin məqama çatıb ki, bütün aləmdə nə var, hamı o məqamı bəyənir Peyğəmbərimiz üçün və o məqamın səbəbi bax bu gecələrdədir. Amma davamlı yola. Odur ki, biraz möminlər diqqətli olalar. Doğrudan da bu gecələr çox müqəddəs gecələrdir. Doğrudan da əzəmətli gecələrdir. Həmin gecədir ki, buyurur, Qədir gecəsi, yəni sıxlıq gecəsi, yer üzünə, göydə nə qədər mələk var, enər yer üzünə. Allah rəhmət eləsin, Əllamə Təba-Təba bir hədis gətirir Əl-Mizanda, deyir, həmin mələklər sukkanu sidrətil müntaha. Sidrətül müntahada olan mələklərdir. Sidrətül muntaha nədir? Ayrı bir mövzu. Ərşin ətrafında dolanan mələklərdir. Hamı buyurur, tətənəzzəlul mələikətü və ruh. Ruh deyir, mələkdən də böyük bir varlıqdır. O da enər yer üzünə. O qədər göy üzündən yer üzünə mələklər enər ki, yerdə da yer qalmaz. Çıxırsan küçüyə, məsələn, gedirsən. Görürsən ki, boşluqdur. Hamı yatıb. Amma əslində insanın görən gözü olsa, o boşluğu görməyəcək. Mələklər görəcək. İmam Baqir ağadan soruşdular ki, ağa, siz Qədir gecəsini bilirsiniz nə vaxtı? Dedi, niyə bilməyim? Halbuki o gecədə nazil olan mələklər bizə nazil olur. Mənə nazil olur. Gəlirlər birinci Allahın yer üzündə höccətini ziyarət edib gedirlər. Salamun hiyə hatta mətla'il fəcr. Salam verərlər bir-bir möminlərə. Mələklər, ha? Quran-ı Kərim buyurur ki, salamun, salamatçılıq var, salam verərlər mələk, səhərə qədər ehya saxlayan möminlərə. Həzrət İbrahim Peyğəmbər buyurur ki, mələklər oğluma müjdə verəndə ki,
Ya İbrahim, sənin oğlun olacaq, biz sənə müjdə veririk İshaqı, İsmaili. Gəldilər, onlar birinci mənə salam verdilər. Quran-ı Kərim buyurur ki, Həzrəti İbrahimə gəldilər, salam verdilər. Həzrəti İbrahim buyurur ki, o salamla mən elə bir ləzzət aldım ki, heç bir ləzzətə o ləzzət çatmaz. O ləzzətə heç bir ləzzət çatmaz. Heç bir ləzzətə mən onu dəyişmərəm. Təsəvvür eləyin, mələk gələ insana salam verə. Bu həqiqətdir, biz bilsək də, bilməsək də, qəbul eləsək də, eləməsək də, görsək də, görməsək də, fakt budur ki, Allah mömin bəndələrinə bu qədər rəhmətin açıb ki, göydən yerə mələklərin nazil eləyir və mələklərə deyir ki, bunlara bir-bir salam verin. O salam verməyin bir mənası var, ha? Təfsir kitablarında var ki, Həzrəti İbrahim Peyğəmbər odun içində yananda, od döndü oldu Gülüstan. Bilirsiniz niyə görə Gülüstan oldu? Çünki göydən yerə mələklər nazil oldu, odun içində yanmaqda olan Həzrəti İbrahimə salam verdilər. O mələklərin salamının bərəkətinə od döndü oldu Gülüstan. Nəmrudun qızı yuxarıdan baxırdı, belə görürdü ki, Həzrəti İbrahim yanır, amma birdən gördülər ki, Həzrəti İbrahim yanmır, gül çiçəyin içində oturub. Nədən? Nə oldu ki, bu gül çiçəyə döndü? Deyir, mələklərin bir dənə salamının nəticəsində. Yəni, günahlar içərisində ot tutub, yanıb alışan insana Allah bu gecə rəhm eləyir. Mələklərin yer üzünə endirir ki, get salam ver və sənin salamının nəticəsində, təsirində onun ot alovu dönsün Gülüstana. Bu gecə insanın günahlardan çıxan gecəsidir. Bu gecə insanın günahlar içərisində yanmaqda olan insanın günah ot alovunun söndüyü gecədir. Bu gecədə insanın ot alovu sönür. Biz görmürük. Bizim günahlarımız, Quran-ı Kərim buyurur da, qiyamətdə, cəhənnəmdə insanın içindən alov gələcək. Alov insanın içindən, çöldən gəlib onu yandırmayacaq. İçdən gəlib yandıracaq. İnsan hara qaça biləcək onda? Hara gedə biləcək? Bir ot ki, insanın içindən gəlir. Yəkuluna, la yəkuluna illa fi butunihim nara. Qarınlarında o haram yiyənlər otdan başqa bir şey yemirlər. Onların qarnında ot var, amma elə bilirlər ki, elə bir dənə yeməkdir, yedi. Əksinə o ot yiyir. Birdən görən gözü olsa, elə görər ki, ot yiyir. Əli əleyhissalamın qabağına gətdilər, halvanı qoydular, Allah lənət eləsin, Əşəs ibn Qeys, İmam Həsən əleyhissalamın yoldaşının atası. Vaxtı ilə gətdi bir dənə halvanı bişirdi, rüşvət adı ilə gətdi qoydu ağanın qabağına. İndi ağa sonradan o əhvalatı danışanda bilirsiniz nə deyir? Deyir, bir zaman var idi, filan kəs ibn filan kəs gətdi mənim qabağıma, ilanın ağzının suyun qoydu. Demir, ha, halva qoydu, ilanın ağzının suyun qoydu. Yəni, Əli əleyhissalamın baxışında rüşvət adı ilə onun yanına gətirilən şirin halva zəhərli mayedir. Ağa ona elə baxır. Görür ki, bu zəhərli mayedir. Amma biz onu şirin-şirin yeyirik, heç belə əhəmiyyətinə də varmırıq. İnsanın gözü, həqiqət, bəsirət pərdəsi açıldı da hər şeyi olduğu kimi görəcək. Günahın içində ot alov var, onu görəcək. Bu günahların nəticəsində insan əgər günahların içində yanırsa, hədislərdə var, elə Quran məntiqi də bunu deyir. Bu dünyadan o dünyaya gedəndə cəhənnəmdə əslində alov yoxdur. O gedənlər alovu buradan özləri ilə aparırlar. Ayə var ki, və ciə yevmə izin bi cəhənnəm, qiyamətin günü gələndə cəhənnəm gətiriləcək. Yəni, insanlar gətiriləcək. Əslində cəhənnəmdə alov yoxdur ki. O insanın günahlarıdır, əməlləridir ki, orada alovlanır. Amma bu gecə həmin alovların sönən gecəsidir. Gör, Allahın mərhəmətinə, lütfüne baxın. Allah bəndələrin gör nə qədər istəyir. Leylətul qədri xeyrun min əlfi şəhr. 1000 aydan üstündür. Allah 1000 ayda bütün nə qədər fəzilət var, yığıb toplayıb bir dənə gecəyə. 1000 aylıq gediləcək yolu elə eləyib ki, sən bir gecəyə gedirsən. Camaat gərək oturan 1000 ay yaşaya ki, o həddə gedə çata, sən 3-4 saata gedib çatırsan. Mənəvi aləmdə həqiqət belədir. Bu gecələr ibadət gecəsidir. İbadət gecəsidir. Ümumiyyətlə, Ramazan ayı ilə ibadət ayıdır. Bu gecələr məxsusən ibadət gecələridir. İstəyirəm bir neçə kəlmədə ibadət haqqında ərz eləyəm.
Bəzi adamlar var, ibadətdən danışanda, ibadət haqqında fikirləşəndə, biraz ibadəti özlərinə yad bilirlər. Ki, mən hara, ibadət hara. Müəyyən bəhanələr, müəyyən maniyələr qarşılarında görürlər. Görürsən, ibadətə gəlməyə müəyyən bəhanələr gətirirlər. Amma insan otura bir neçə şey haqqında düşünə, istər-istəməz ibadətə onda bir şövq yaranacaq. İbadətə gəlmək istəyirsən, yolu budur ki, özündə bir dənə şövq yarat. Böyük övliyaların, məsumların sözləridir bunlar. İbadətə gəlmək istəyirsən, gərək birinci özün-özündə şövq yaradasan. Bəzi yerlərdə şövq insanın öz əlindədir. Şövq insanın öz əlindədir. Bəzi yerlərdə ixtiyarsızdır. İnsanın özündən asılı deyil. Amma bəzi yerlərdə həvəs, şövq insanın öz əlindədir. İbadətə həvəs, ibadətə şövq yoxdursa, insan onu özündə yarada bilər. Bu bir mühüm bir dənə mövzudur. İnşallah gələn əhyada bu mövzuyla bağlı bir məsələni də ərz eləyəcəm. Amma bu günləri sadəcə ibadət haqqında ərz eləmək istəyirəm ki, insan neynəsin ki, ibadətə özündə şövq yaratsın. Ta rahat ibadətə gəlsin. Əgər ibadətə gəlməyibsə, rahat gəlsin. Gəlibsə, rahat ibadətlərini davam elətdirsin. Neynəsin? O şövqü insan necə yarada bilər özündə? İbadət eləyirik. Bəziləri var, gəlirlər. Ağır diyorlara. Amma neynəsinlər ki, o şövq çoxalsın, buyurur, bir neçə şey var ki, onlara insan daima diqqət eləməlidir. Əgər onları diqqətində saxlasa, buyurur ki, istər-istəməz insanda ibadətə həvəs yaranacaq. Şövq yaranacaq, insan rahat ibadətə gəlib, ibadəti davam elətdirəcək. Birinci nədir? Buyurur, ibadətə şövq yaratmaq üçün, birinci budur ki, insan öz yaradılışının məqsədi haqqında fikirləşə. Allah məni niyə yaradıb? Mən niyə bu həyata gəlmişəm? Niyə bu həyatdayam? Mən düzdür əşrəf-i kainatam. Bütün varlıq aləmində ən üstünəm. Amma niyə? Niyə gəlmişəm? Niyə yaşayıram? Yaşamağımın mənası, məqsədi nədir? Görsən, hər bir şeyin məqsədi var da, məqsədsiz heç nə olmaz ki. Gözün məqsədi görmək üçündür. Qulağın məqsədi eşidib qavramaq üçündür. Dilin məqsədi danışmaq üçündür. Bədən üzvlərinə bax, hər bir əzanın öz məqsədi var. Soruşsalar ki, ayaq nə üçündür? Getmək üçün. Əl nə üçündür? Gətirmək üçün. Hər şeyin bir məqsədi var. Bu, bədən üzvlərinin ayrı-ayrılıqda məqsədidir. Amma bütövlükdə insan vücudunun bəs məqsədi nədir? Olmaz ki, insanın bədən üzvlərində hissələrin məqsədi ola, amma bütövlükdə bədən üzvləri insanın özü məqsədsiz ola. Təsəvvür eləyin, məsələn, bir böyük bir binadır, bunda 50 dənə, 100 dənə otaq var. Gəlmisən, indi tanış eləyirlər. Bu nə otağıdır belə? Deyirlər, bu məsələn, mühafizəçinin otağıdır. Bu nə otağıdır? Deyirlər ki, bu məsələn, müəllim otağıdır. Bu tələbələrin yataq yeridir. Bu məsələn, müdir otağıdır. Bu dərs keçilən otaqdır. Bu namaz qılan otaqdır. Bir-bir sayırlar. Yəni, hansı otaqdan ayrı-ayrılıqda məqsəd nədir deyirlər. Amma ümumilikdə bu möhtəşəm binanın bəs məqsədi nədir? Axırda gələ deyə, heç nə elə belə. Olmaz ki, bunların içindəki ayrı-ayrı hissələrin məqsədi ola, amma bina möhtəşəmliyində məqsədsiz ola. Bu, heç bir məntiqə sığışan bir şey deyil. Ateistlərə ən belə tutarlı cavab budur ya. Ateistlər ki, inkar eləyirlər, ən tutarlı cavab budur. Sənin gözün niyədir, deyəcək, görmək üçün. Əlin niyədir, gətirmək üçün. Nə bilim, hansı üzv niyədir, məqsədin deyəcək. Bəs sənin özün nə üçünsən, qardaş? Bunu bir dənə mənə başa sal. Sən niyə yaşayırsan? Gözü bildiyi görmək üçündür, əli bildiyi nə üçündür, ayağı, sən özün nə üçünsən? Düşünmüsən? Fikir ver, 2 nəfər gəlirlər, hər yerdə var da, belədir. Tanıdı, tanımadı. Əleyhissalam, aleyküm, aleykəssalam, nə var, nə yox, hardan gəlirsən? Biri o birisinə sual, hardan gəlirsən? Heç bəzən salamdan sonra elə birinci sual odur ya. Hardan gəlirsən? O da deyir, məsələn, filan yerdən. Hara gedirsən? Hardan gəlirsən, hara gedirsən? Bizim bir-birimizə gün ərzində bəlkə də 10 dəfə bunu sual veririk bir-birimizə. Hər görüşdə bunu sual veririk. Amma bir dəfə o sualı qayıdıb özümüzə verməliyik. Hardan gəlmişəm, hara gedirəm?
Bir dəfə vermişik özümüzə. İndi biz vermişik, söz bu cahillərə aiddir ki, bu ibadətə şövq yaransın deyənə cahil gərək o sualı özünə birinci verə ki, mən nəyə görəyəm, hardan gəlmişəm, hardayam, hara gedirəm mən? Bu düzü dünyaya verdim bu sualı, qaydım bir dəfə də özümə verim də. Ona görə də gərək insan birinci növbədə ibadətə istəyir insanda şövq yarana, gərək insan hardan gəlmişəm, hardayam, hara gedəcəm sualının cavabı haqqında düşünə. Onda tapacaq ki, və ma xələqtul cinnə vəl insə illə liyəbudun. Mən buna görə gəlmişəm ki, Rəbbimə, məni yaradanıma ibadət eləyim. İbadət mənim yaranışımın məqsədidir. Yaranış fəlsəfəsi var. Hər bir insan yaranışının fəlsəfəsi haqqında düşünsə, o dəqiqə istər-istəməz cavab tapa-tapa gələcək ibadətə, gələcək dinə. Dinə gəlməyənlər niyə gəlmirlər dinə? Uzaq gedirlər, çünki bu sual haqqında düşünmürlər. Yaranışlarının fəlsəfəsi haqqında, mənası haqqında düşünən insan o dəqiqə cavab tapmağa hazırlaşacaq. Təsəvvür eləyin, bir nəfərin maşın vurub, Allah uzaq eləsin. Düşüb belə özündən gedib aparırlar bunu həkimə. Daha neçə saatdan sonra özünə gəlir, ayılır, ayılan kimi birinci soru. Bura haradır, niyə gətiriblər mənə bura? O dəqiqə soruşuruq. İnsan bu dünyaya gəlir, göz açır, vay gör, nə yaxşı gözəl, işıqlı dünya. Yaxşı, bura haradır, insan bir fikirləşə. Odur ki, peyğəmbərləri Allah göndərir. Ged onlara de, bu sualın cavabında de. Siz bu həyatda yaşayırsınız ibadət üçün. Burada bir məsələni mən deyim. İbadət insanın yaranışının məqsədidir. Yaradanın məqsədi deyir, ha. Yaradanın məqsədi deyir. Yaradan özü məqsəddir. Yaradan özü məqsəddir. Hər şeyə, hər kimə məqsəddir yaradan. Yəni, hamımızın məqsədi ona sarıdır. Onun məqsədi olmaz ki. Sadəcə bizim yaranışımızın məqsədidir ibadət. Biz yaranmışıq ki, ibadət eləyək. İndi Allah ibadət etsəydə Allaha bir xeyir vermirik. İbadət etməsəydə in təkfuru entum və mən fil ardı cəmiən Allah ləğəniyyun. Allah ehtiyatsızdır. Əgər aləmdə hər kəs Allaha dönə küfr eləyə, ehtiyatsızdır Allah. Allahın ehtiyacı yoxdur bizim ibadətimizə. Bizim ehtiyacımız var ki, biz buna görə yaranmışıq. İstəyirsən şövq yarana, bu haqda insan gərək birinci növbədə düşünə. Əgər düşünsə, deməyəcək, vaxtım yoxdur. Çox adamlar belədir, gəl ibadətə, vaxtım yoxdur. Da düşünmürlər ki, mən elə bu üçün gəlmişəm də həyata. Niyə vaxtım yoxdur? Bənziyir bilirsiniz nəyə? Biri gedib həccə, həccə gedən kimi o böyük binaları orada görüb, nə bilim, tükan bazarları orada görüb, başı elə qarışıb ki, al verə tükan bazara, buna deyirlər ki, qardaş, gəl təvaf elə, gəl şeytanı da, vaxtım yoxdur. Gəl səy eləyək, vaxtım yoxdur. Gəl namaz qılaq, vaxtım, bura niyə gəlmirsən sən? İnsan bir dəfə fikirləşsə ki, mən bura elə bu üçün gəlmişəm, deməz vaxtım yoxdur. Tələbədir, gəlib qəbul olub universitetə, müəllim soruşur, niyə dərs oxuma, vaxtım yoxdur. Sən elə bu üçünsən da, sənin bütün vaxtların buna sərf olunmalıdır, niyə vaxtın yoxdur sənin? İnsan da belədir, ay insan gəl namaza, gəl oruca, gəl ibadətə, vaxtım yoxdur. Elə başa düşür ki, mən başqa şey üçün yaranmışam, buna vaxtım yoxdur, başım o qədər qarışıb olaram. Amma əslində əksinədir. Əksinədir. O ibadətə o qədər baş qarışmalıdır ki, başqa şeyləri ona deyəndə deməlidir, vaxtım yoxdur. Gözdə ibadətimi qutarıb gəlirəm. İmam Həsən ağa buyurur ki, dünyada elə yaşayın ki, elə bir həmişə qalacaqsınız burada. Yəni, dünyanın işin eybi yoxdur, bu gündən sabaha saxlayın, bu gün olmasın, səhər olsun, görərəm də. Amma axirət işlərini bu gündən sabaha saxlamayın, birdən ölərsiniz, əldən çıxar. Biz amma əksinəyik. Harada ki, axirət işi var, deyirik, inşallah sabah görərik. Harada ki, dünya işi var, qoy görüm, səhərə saxlamayım. Bugünün işin səhərə saxlamaq olmaz. O, axirətə aid deyilib, bu günə deyilməyib ki. Eybi yoxdur, bu il evlənməmişəm, inşallah gələn il evlənərəm. Nə olacaq ki? Bu il olmasın, gələn il olsun. Amma biz əksinə deyirik. Hardakı dünya işidir, o dəqiqə görürük, hardakı axirət işidir, saxlayırıq 50 yaşa, saxlayırıq 60 yaşa.
Niyə? Çünki insan yaranışının məqsədi haqqında düşünməyib. Əgər məqsəd haqqında düşünülsə, insan istər-istəməz insanın içindən bir dənə şövq yaranacaq, ta bir deyirsən ibadətdədir. Da o sözlər hamısı qoyular kənara. Bu bir mətləb. İkinci mətləb budur ki, əgər insan istəyirsə ibadətə şövq yaransın, gərək Allahın kimliyinə diqqət eləsin. Allahın kimliyinə. Biz elə belə başa düşürük ki, Allah Allahdır da ibadət eləmək lazımdır. Amma niyə ibadət eləmək lazımdır? Allaha niyə ibadət eləmək lazımdır? Suala Quran-ı Kərim cavab verir ha. Allaha niyə ibadət eləməlisən? Adam var, ibadətə dəvət eləyirsən ki, gəl namaza, ibadətə, deyir, niyə? Niyə ibadət eləyim? Deyirsən ki, qardaş, sənin borcundur, vəzifəndir. Yenə deyir, niyə vəzifəmdir? Quran-ı Kərim cavabını verir. Ya əyyuhən nas, u'budu rabbakumullazi xalaqakum. Sizi xəlq eləyən pərverdigara ibadət edin. İbadət edin, sizi xəlq eləyən Rəbbə. Niyə ibadət eləyim? Çünki səni xəlq eləyib. Niyə ibadət eləyim? Çünki sənin Rəbbindir, səni xəlq eləyib, başlı başına buraxmayıb. Allah həm xaliqdir, həm Rəbbül aləmindir. Gör, nə gözəl. Allah həm yaradır, həm idarə eləyir. Belə deyir ki, Allah yaratsın, buraxsın başlı başına, kim nə bilir eləsin. Yox, yaratdığın idarə eləyir. Yaratdığın idarə eləyir. Əvvəldə Allahı bu cür tanıyırdılar. Məsələn, Newtonun özü Allah tanıyan olub, amma Allahı bu cür tanımayıb. Allahı belə tanıyıb ki, Allah sadəcə yaratdı, qutardı, sonra saat kimi qurdu, qoşdu, saat öz-özünə işləyəcək. Allah bu təbiət aləmini yaradıb, ondan sonra öz-özünə işləyir də. Batareykası qutarana Allah bir batareyka taxır, ona işləyir. Saat kimidir. Allaha Newton belə inanırdı. Yəni, sadəcə Allahın işi nədir? Yaratmaq. Bəs idarə olunmaq yox, onun işidir, o qurub qoyub öz-özünə idarə olunur. Amma din nə deyir, İslam nə deyir? Deyir, Rəbbəkumullazi xalaqakum, həm sizi yaradıb, həm də sizi idarə eləyir. Elhamdülillah, Rəbbil aləmin. Həmd olsun o Allahə ki, aləmləri idarə eləyəndir, yaradandır. Yaradandır və idarə eləyəndir, başlı başına buraxmıyor. Və ma təsqutu min vərəqətin illa ya'lamuha, başlı başına buraxmıyor. Bir dənə ağac yoxdur ki, ondan düşən yarpaqdan Allahın xəbəri olmasın. Allahın ondan xəbəri olmasın. Yerin dərinliklərində elə bir daş yoxdur ki, onun içində olan qurtun ruzisindən xəbəri olmasın. Həzrəti İbrahim Peyğəmbər biz bilmirik. Həzrəti İbrahim Peyğəmbər yeri, Həzrəti Musa, üzr istəyirəm, yeri qazırdı. Qazanda gördü yerin altından bir dənə daş. Elə külüncü elə vurdu ki, daş bölündü. Gördü bir dənə qara qurt oturub nəsə yeyir içində. Qara qurt nəsə yeyir. Allah yerin altında, daşın içində qurt yeyir. Təəccübləndi Həzrəti Musa. Dedi Allah, bu yerin altında, daşın içərisində bu qara qurtu niyə yaratmısan? Dedi, ya Musa, neçənci dəfədir bu sualı mənə verirsən? Dedi, birinci dəfə. Dedi, amma gündə bu qara qurtu 70 dəfə mənə deyir ki, bu Musanı niyə yaratmısan? Necəsən, o da elə. Sən bunun mənasını bilmirsən, o da sənin mənavı bilmir, niyə görədir? Bilmirsiniz də, cahilsiniz. Doğrudan biz eləyik ya. Biz, innəl insanə kanə əcula, insan biraz tələskəndir. Biz biraz tələsirik. Necə tələsirik? Məsələn, tələsirik ki, filan kəs günah elədi. Niyə onun başına daş salmadı Allah? Tələsirik, elə bilirik ki, elə o dəqiqə daşı salmalıdır başına. Niyə daşı salmalı? Niyə məsələn ona bəla vermədi? Bu qədər cinayətlər eləyir, niyə bəla vermədi? Amma Allah tələsmir. Niyə? Çünki bilir ki, o harada geçsə, axırda onu tutub gətirəcəklər onun hüzuruna. Hara qaçacaq o? Hara gedəcək? Yerin altına batacaq, göyə qalxacaq. Hara geçsə Allahındır da. La yumkinul firar min hökumətik. Allah sənin hakimiyyətindən mümkün deyil insan qaçsın, kənara çıxsın. Hara gedəcəksən? Göyün 7-ci qatından tutmuş yerin 7-ci qatına, şərqi, qərb, hamı Allahındır.
Hamı Allahındır. Həm xəlq eləyib, həm idarə eləyir. Biz sadəcə tələsirik. Allah amma tələsmir, oturub gözləyir. 100 ildə keçsə, axırda onu gətirəcəklər onu. O adam tələsər ki, vay çıxdı əldən, qoymuyor. Amma Allah niyə tələssin ki? Gətirəcəklər də bunu. Necə o Səddamı gətirdilər, necə o birisini gətirdilər, Nəmrudu gətirdilər, Firavunu gətirdilər, o zalimları gətirdilər, indi bir gündə bunları aparacaqlar. Tələsmə, biz tələsirik. Bəlkə də bizim əlimizdə biraz imkan olsaydı, biz çoxdan məhv nabud eləmişdik onları. O alimlərdən biri olub, tələbəsi gəldi yanına, dedi ki, ağa mənə İsmi Əzəmi öyrət. Nə inirsən, istəyirəm öyrənim də. İsmi Əzəm, daşı oxusun, daş dönüb qızıl olar. İsmi Əzəmi oxuyub, iradə eləsin, nə istəsin o da olar. Kun fəyəkun. Allah deməyib, mən bir şeyə ol desəm olar, sən də bir şeyə ol desən olar, sən olarsan elə məni kimi. Sən də bir şeyə ol desin olacaq. İsmi Əzəm elə bir məqamdır ki, insan çatdıyora qutardı, bildi qutardı. Necə ki, şeytan bilirdi onu. Gəldi ustadın yanına ki, ustad mənə İsmi Əzəmi öyrət. Dedi, bala, sən neydə öyrə bu İsmi Əzəm? Get sən başqa şeyləri öyrən. Sənə İsmi Əzəm elə tezdir, tələsmə. Getdi, gəldi. Ustad çox dedi, bu az eşitdi. Axırda gördü ki, bu əl çəkmir. Qayıtdı ustad, tələbiyə bir söz dedi. Dedi, ged, otur şəhərin çıxacağında, darvazasında. Bir qəribə hadisə gördün, gəl mənə danış. Nə hadisə görəcəksən? Ged onu görsən, gəlin mənə danışarsan. Deyir, həmin şəxs gəldi, oturdu şəhər darvazasında. Gəlirlər, gedirlər. Heç bir qəribə hadisə baş vermir. Axşama yaxın gördülər, amma bir qoca kişi gəlir. Çiynində də şələ, odun şələsi. Gəldi şəhər darvazasının gözətçiləri, kişi dayan. Qoca, yaşlı kişi dayan. Bu nədir belə? Kişi dedi, görmürsünüz, odundur da. Qoy yerə odunu. Nəysə sözləri çəp gəldi. Deyir, qoca kişi, bunlar da maşallah cavan oğlan. Deyir, şələni alırlar bunun əlindən, bunu da o ki var, döyürlər. Yola salırlar, şələni də satırlar. Satırlar indi, neynirlər? Axır kişini döyə-döyə yola salırlar. Deyir, indi bu şəxs də oturub, baxır, ustad buna deyib, gözdə orada, nə gördün, gəl mənə danış. Elə bu baxır ona, deyir, vay ustad, İsmi Əzəmi öyrətsəydin mənə, bu dəqiqə oxuyardım, bunları məhv nabud edərdim. Niyə öyrətmədin, mən sənə deyirdim, öyrət. Deyir, durur əsəbi halda, gəlir ustadın yanına. Ustad baxır, deyir, nəsə görüb bu, deyəsə. Deyir, nə gördün? Deyir, axşama yaxın gördüm bir odun şələsi, qoca kişi gəldi. Bu gözətçilər döydülər bunu, odunun da aldılar, yola saldılar bunu. Bu yazıq kişi. Dedi, sən nə dedin? Dedi, nə deyim, sənə biraz dalıncan qeybət elədim ki, bu İsmi Əzəmi öyrət mənə vaxtında. Mən bunları oxuyub məhv nabud eləyərdim. Dedi, gördün sən biraz tələskənsən. Gördün sən tələskənsən. O qoca kişi var, odun gətirirdi ya. O tanıyırsan kimdir? Deyir, yox. Deyir, o mənim ustadımdır. Deyir, o mənim ustadımdır. İsmi Əzəmi o öyrədim mənə. Görürsən, nə cür böyük adamdır, döyürlər, dinmir. Amma sən elə dayaz adamsan, sən elə balaca bir dənə daş atan kimi o dəqiqə dalğalanırsan. Buyurur, insan biraz tələskəndir. Nədən tələsüb bilmir axı? Bilmir. Ona görə deyir, dua eləyəndə dualarınızda tələsməyin. Tələsib Allaha məsləhət verməyin. Allah belə elə, ha. Övlad ver, özü də oğlan olsun. İmam-ı Səccad ağa buyurdu ki, övlad verdi Allah, soruşma ki, oğlandı, qızdı, soruş ki, sağlamdı, xəstədir. Sağlamdı, xəstədir, onu soruş. Şükr elə hər halda. Amma biz tələsirik. Buyurur, tələsmə, Allah hər şeyi ölçüb biçib, hər şey Allahın nəzərindədir. Hər şey Allahın hakimiyyətindədir. Allahın nəzərindən zərrə qaçmaz. Aləmdə Quran bizə Allahı belə tanıtdırır. Dəryanın dərinliyində nə varsa, ta göyün 7-ci qatına qədər nə varsa, ruzi yeyən, yeməyən, hamısı Allahın nəzərindədir. Allahın təqdirindədir. Ona görə də
İnsan gərək birinci Allahın xaliq və Rəbb olduğuna diqqət eləyə. İnsan görəndə ki, Allah belə Allahdır, onda ibadətə insanda şövq yaranır. Belə Allaha ibadət etməmək olar. Belə Allaha gərək elə ibadət, o məni yaradıb, məni dünyaya gətirib, məni dolandırır, mənə ruzi verir, özü də yox yerdən, mənə bu cürünə nemətlər. Məndə elə sirlər var, Allah, ancaq sən xəbərdarsan, birdən bir başqası xəbərdar olsa, gərək mən məsələn rüsvay olam, amma Allah örtüb. Bu qədər yaxşılıqlar, bu qədər ruzilər, Allah məni istəyir, bəlalardan qutarır. Bəlkə də Allahın rəhmi olmasaydı, nəzəri olmasaydı üstümdə, bu günləri sən burada yox, başqa-başqa yerlərdə olardın. Allah bunlar hamısı sənin lütfündəndir. Sən izin vermisən, gəlmişəm mən qapıva, yoxsa mən hara, sən hara? Bərdاشته ام دو دست از بهر دعا ey şahid o aləm benəgər suye cəda. Ey iki dünyanın şahı, əllərimi qaldırmışam sənin dərgahıva. Bax bu quluva sarı, bax bu quluva sarı, bir nəzər elə. Dadi be mən izni zikri namət əz lütf, vərnət to kocavo, mən bir rütbə koca. Sən mənə icazə vermisən Allah, mən sənin o müqəddəs adığı dilimə gətirirəm, yoxsa sən hara, mən rütbəsiz hara. Məndə o ləyaqət, əl açım səni çağırım. Allah, sən mənə izni vermisən, sən mənə lütf eləmisən, mən bugün buradayam. Yoxsa Allah bilir haralardaydım. İnsan bunu fikirləşəndə, o Allahın ona anbaan yaxşılıqların biləndə artıq insanda şövq yaranır. Fəlyə'budu Rəbbə hazəl beyt. Oxumusunuz da, Leylaf-ı Qureyş, Qureyş surəsində. Axırda buyurur, Fəlyə'budu Rəbbə hazəl beyt. Bu evin Rəbbinə ibadət edin. Niyə? Əlləzi ət'aməhum min cu'in və amənəhum min xavf. Odur sizə aclıqdan təam verən. Odur sizə aclıqdan təam verən. Acmısınız, odur sizə iştahanı verən. Adam ac ola, iştahası olmuyor. Ac olur, iştaha da olur. Yeyirsən nuşi canlıqla. O aclığı da, o iştahanı da Allah verib insana. Və amənəhum min xavf. O Allah həmin Allahdır ki, səni qorxudan xilas eləyib, iman əməndə saxlayıb, nicat verib sənə. Fəlyə'budu. Allah belədirsə, bəs ibadət elə. Borclusan ibadət eləməyə. Bunları fikirləşəndə insanda ibadətə şövq yaranır. Buyurur, bir şeyə də insan diqqət eləsə, istər-istəməz ibadətə şövq yaranacaq. Öz acizliyinə, öz fəqirliyinə. Quran fəqir deyir. Ya eyyuhənnas, əntumul fuqarau illallah. Hamınız Allaha fəqirsiniz. Fəqir yəni nə? Kimə sual verir, fəqir yəni kasıb. Fəqir kasıb deyir. Fəqir ehtiyaclı. Kasıbla ehtiyaclının fərqi var. Ola bilər bir adam varlı olsun, amma yenə ehtiyaclı olsun. Quran məntiqində, bizim baxışımızda o sərvətli, maddi imkanı olanlara biz fəqir demirik, amma Quran nə deyir? Deyir, fəqirdir. Biz deyirik, bu qənidir, zəngindir, sərvətməndidir, imkanlıdır, amma Quran buyurur, fəqirdir. Fəqir yəni ehtiyacdır. Bəs onun nəyə ehtiyacı var? O əgər birdən desə ki, mənim heç nəyə ehtiyacım var, elə əlindəki malına ehtiyacı var. Birdən olmasa, olacaq elə biz deyən fəqir. Quran buyurur, insanların hamısı Allaha ehtiyaclıdır. İnsan o ehtiyaclığını, o fəqirliyini özündə gördü ki, var ibadətə şövq yaranacaq. İnsanlar bəziləri ibadətə gəlmirlər üçün özlərin bir şey təsəvvür edirlər. Özlərin görürlər, özlərin böyük görürlər, ona görə gəlmirlər. İnsan ki, özün böyük gördü ibadətdə. Ər-rəahu istəğna, innəl insan ləyətğa, ər-rəahu istəğna. İnsan tuğyan elədi. İnsan tuğyan elədi, üz döndərdi haqdan. Niyə? Ər-rəahu istəğna. Özün varlı gördü. Demir ha, varlandı. Özün varlı gördü. Adam var ki, milyonu var, amma özün varlı görmür. Fəqir görür, ehtiyaclı görür.
Həzrəti Süleyman Peyğəmbər kimi, Həzrəti Yusuf Peyğəmbər kimi. Adam da var 5 manat pulu var, özün varlı görür. İnsan özün buyurur, zəif görə, zəif bilə, fəqir bilə, ehtiyaclı bilə, belə bilsə ibadətə gələcək. Çox ibadətə gələnlər elə düşüblər pis vəziyyətə, əksəriyyət ha. Bunu siz də təsdiqləyərsiniz. Pis vəziyyətə düşüblər, hər şey əllərindən çıxıb, ondan sonra gəliblər ibadətə. Niyə? Çünki o halda özlərin zəif gördülər. Vay, mən elə başa düşürdüm, bunlar hamısı mənimdir. Əldən çıxandan sonra mən özümü tanıdım, bildim ki, heç nə mənim deyil, ondan sonra baş qoyur səcdiyə. İmam Sadiq ağanın yanına gəldi, Ünvan-ı Bəsri, uzun bir hədisdir, sual verdi, gözəl bir sual idi. Ma haqiqatul ubudiyyə, yəbnə Rasulillah, ibadətin həqiqəti nədir? İbadətin həqiqəti nədən ibarətdir? Ağa buyurdu, ibadətin həqiqəti budur ki, insan özünü bir şeyə sahib bilməyə, bir şeyə malik bilməyə, yəni bizim dilimiz, insan özün heç kim bilə, heç kəs bilə. Bir şeyə elə güman eləməcəkən ki, bu sənindir. Yox, hər şey Allahındır. Ona deyirlər abd. Quran abd deyir. Abd kimə deyirlər? Abd qul. Bəs qul kimə deyirlər? Qul o şəxsə deyirlər ki, onun istəyi olmaz. Qulda istək olmaz. Bəs nə olar? Qulun istəyi bağlıyorlar Mövlasının istəyinə. Ona deyirlər qul. Qul odur ki, qula məsələn deyirlər. Çay içirsən, deməz hə və yaxud yox. Baxar ağasının üzünə. Ağa buna desə, içər. İçmə, içməz. İstək yoxdur bunda. Yemək yemək istəyirsən, heç nə deməz. Baxar ağasının üzünə. Ağa, yiyim, yeməyim. Filan yerə getmək istəyirsən, baxar ağasının üzünə. Buna deyirlər abd. İstək yoxdur bunda. Ustadlar belə bir əhvalat da nəql eləyirlər. Deyir, bir qul görür ki, ağası, Mövlası çox belə narahatdır. Deyir, Mövlam, niyə narahatsan, ağa? Deyir, borcum var ona görə. Deyir, elə buna görə, deyir, bəli. Deyir, borcum var, apar məni, saat borcdan çıx. Deyir, axı, sənin pulun mənim borcumun 1/10 hissəsi eləyər, 9 hissəsi qalır axı. Mənim 10.000 borcum var, səni satsam 1000 manata gedəcəksən. 9.000-i hardan verim? Dedi, ağa, heç narahat olma, bazara çıxart məni, bazara çıxartanda mənim qiymətimi qoy, deyinən ki, bu qulu mən 10.000-ə satıram. Dedi, bəs mənə deməzlər, dedi, desələr, bir söz deyərsən. Əgər sənə desələr ki, niyə belə baha satırsan bunu, bir kəlmə söz deyərsən, deyərsən, bu quldur, qul olmağın da yolun yaxşı bilir. Bir kəlmə bunu deyərsən. Ondan sonra özümüz danışanda mən deyəcəm nə lazımdır. Bir ağa çıxartır bunu bazara. Neçəyədir 10.000-ə, gülürlər, gedirlər. 10.000-ə qul olar. Axır deyir, biri gəlir, soruşur, 10.000, deyir, qardaş, niyə 10.000-ə deyirsən bunu? Deyir, çünki bu qul olmağın yolun yaxşı bilir, ona görə bunun qiyməti bahadır. Hə, bu Mövla ağa, yaxşı ağa, ağıllı ağa idi, soruşur bundan. Deyir ki, gəl onda sənə bir neçə sual verim. Aldım, apardım səni. Nə yiyəcəksən? Deyir, nə versin? Nə geyinəcəksən? Nə versin? Harda yatacaqsan? Harda desin? Nə iş görəcəksən? Nə desin? Nə istəyirsən o cür? Bu deyir, nə eləyəcəksən? Nə iş? Bu deyir, sən də nə cür desin? Dedi, axı qul, sən bir dəfə də olsun mənə demədin ki, filan yerdə mən öz istəyimi yerinə yetirəcəm. Niyə belə demədin? Dedi, axı mən qulam. Əgər mən elə desəm, onda bəs mənim qul olmağım harda qaldı? Qul hara, qulun istəməyi hara? Qulda istəmək olmaz. Qulun istəyi ağasının istəyidir. Ağasının istəyidir. Deyir, insan bunu fikirləşsə, ki, mən qulam, doğrudan quldur insan. Kim olursa olsun, Allah qabağında quldur. Buna diqqət eləsə, baş yavaş-yavaş əyiləcək səcdiyə. Başı səcdiyə əyən ən yeganə amil budur ki, insan özün qul təsəvvür eləyə. İnsan özün gücsüz, zəif bir qulam təsəvvür eləyə, onda ibadətə şövq yaranacaq. Bir mətləbi də ərz eləyim.
ki, insan baxmalıdır ki, ibadətdə şövq yaransın deyənə, baxmalıdır ki, bu ibadətin bərəkətləri, təsirləri nədir? Bu ibadətin nəticələri nədir? Hədislərdə var, bir insan ibadəti ki, dayandı, namaza dayandı, Bismillah, Allahu Əkbər dedi, Allah onun bütün üzvlərini, bütün paltarlarını, hətta namaz qıldığı yerdə, otaqda, ətrafında olan bütün əşyaları ona qoşar, onlar da bu namaz qılanla bir yerdə Allaha təsbih deyərlər. Hədislərdə var, əgər Allah bilsə ki, kimin qabağında dayanıb, kimi ilə danışır, istəməz ki, namaz qutarsın. İstəməz ki, səcdədən baş qaldırsın. Allah o qədər onu mərhəməti ilə bürüyər. O qədər mələklərlə bürüyər Allah onu. Həzrət Peyğəmbər oturmuşdu ağacın altında, Salman Farsla titrətdi ağacı, ağacdan qurumuş yarpaqlar düşdü. Dedi, Salman, bildin niyə belə elədim? Dedi, ya Rasulallah, niyə? Dedi, bir adam namaz qıla, namazdan çıxanda onun günahları bu ağacdan qurumuş yarpaqlar tökülən kimi tökülər, aradan gedər. Allah bu neməti, bu mərhəməti namaz qılan bəndəsinə inayət eləyər. Namaz qılan bir şeyə, daha doğrusu insan bir şeyə də diqqət eləsə, onda həvəs, istər-istəməz şövq yaranar. Quran-ı Kərim buyurur ki, bütün aləmdə nə var Allaha təsbih deyir. Allaha təsbih deyir. وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ Göydəki ulduzlar, yerdəki ağaclar hamı Allaha səcdə edir. Hamı səcdə edir. وَاِنْ مِنْ شَيْءٍ اللّٰهُ يُسَبِّحُ بِحَمْدِهِ وَلَاكِنْ لَا تَفْقَهُونَ حَدِيثَهُمْ Quran buyurur, aləmdə elə bir şey yoxdur ki, Allaha təsbih deməsin. Amma siz onların təsbihin eşitmirsiniz, bilmirsiniz. Quran məntiqində, din məntiqində belədir ki, əgər göydə bir ildırım çaxa, şimşək çaxa, buyurur, o da Allaha təsbih deyir. Kaş insanlar o ildırım, şimşəyin səsin, həqiqi səsin eşidəydilər, bilsəydilər ki, o ildırım çaxanda Allaha nə deyir, istəməzdilər ki, o ildırım dayansın, o şimşək dayansın. Amma biz şimşək çaxanda qorxuruq. İldırım çaxanda qorxuruq. Niyə üçün bilmirik? O əslində, Quran buyurur ki, o əslində Allaha təsbih deyir. O Allahı zikr edir. Amma biz onun qorxuducu səsindən başqa heç nə bilmirik, heç nə anlamırıq. Amma Quran buyurur, o Allaha təsbih deyir. Bax, ibadətdə buyurur, insan bu şeyləri nəzərə alsa, yavaş-yavaş onda şövqü yaranar. Baxa bir də ibadətə gəlmək üçün, baxa məsumlara. Görə onlar ibadətdə necə olublar? Peyğəmbər necə eləyib? Həzrəti Əli əleyhissalam necə ibadət eləyib? Onlardan üstün adam var, əşrəf-i kainatdılar. Peyğəmbər əşrəf-i kainat. Bütün yer aləminin, göy aləminin ən şərafətlisi. Deyir, Peyğəmbər o qədər namaz qılırdı, səhabələr sual verdilər ki, ya Rasulallah, bu qədər zəhmətə salma özüvü. Bu qədər zəhmətə salma. Həzrət Peyğəmbər buyurdu, əfəla əkunə abdən şəkura. Mən istəyirəm Allaha şükür edən bəndələrdən olum. Mən bu qədər ibadətlə istəyirəm Allaha şükür edeyim. Peyğəmbərin ibadəti orada olacaq. İmam-ı Səccad ağa da ibadətinin vəsfi haqqında danışmağa ehtiyac yoxdur. Danışmışıq, möminlər bilirlər. Deyir, günlərin bir günü İmam Səccad ağa o qədər ibadət elədi, oğlu Muhammed Baqir əleyhissalamı göndərdilər ki, ağa çox zəhmət çəkir, ürəyimiz yanır ağıya, İmam Zeynəl Abidin ağıya. Ağa, sən onun balasısan, İmam Muhammed Baqirə dedilər ki, get ağıya de, biraz az ibadət eləsin. Təsəvvür elə. İmam Məhəmməd Baqir ağa, o da imamət, o da imam, gəlir daxil olur içəri. Görür atasının rəngi saralıb, ayaqlar titriyir, alın qabar bağlayıb, əllər titriyir, haldan gedib, ibadətdə elə bir adam ağır bir iş görə necə haldan düşər? Ondan da artıq İmam Səccad ağa haldan düşüb ibadətdən. Deyir, ürəyi yanır. İmam Muhammed Baqir ağa deyir ki, atacan, biraz ibadətlərində çox zəhmət çəkirsən, azalt ibadətlərdən. Deyir, İmam Səccad ağa buyurdu ki, oğlum Muhammed, ged o yerdən mənim üçün o kitab var, onu gətir.
İmam Səccad ağa göstəriş verdi. Oğlu İmam Məhəmməd Baqir ağa getdi, o kitabçanı gətirdi, deyir, açdı. İmam Məhəmməd Baqir ağa özü buyurur, deyir, açdı. Qısa bir şey oxudu, bağladı, bir ah çəkdi. Dedi ki, görəsən, Əli ibn Əbi Talib kimi ibadətdə qüvvəli adam var. Mən neyniyim ki, ibadətim Cəddim ağa Əmirəl-Mömininin ibadətinə çatsın. Dedim, ağa, bu nə kitabdır? Dedi, bu kitabda Cəddim Əmirəl-Mömininin ibadətləri yazılıb. Mən oxudum, bu qədər ibadətimi görəndən sonra baxdım onun ibadətinə, bu ibadətləri heç nə bildim. İbadətdə ən güclü Həzrəti Əmirəl-Möminin. O cür ibadətin, o cür abid-i arif. Dedi, Allah, mən 1000 ildə sənə namaz qılsam, məni axırda aparıb cəhənnəmə atsın, mənə əzab versin, deyəcəm, inni uhibbukə ilahi, mən səni sevirəm. Mən bu qədər ibadəti eləmirdim ki, cəhənnəmdən qutarasan məni. Mən ibadəti eləyirdim sənə xatir. Əgər bu ibadətimin müqabilində məni aparıb atsın cəhənnəmə, üz döndərmərəm Allah səndən, çünki mən səni sevirəm. Var belə bir insan, var belə bir şəxsiyyət, möminlər ağası. Həzrət Peyğəmbər buyurur, Allahümmə ədiril haqqə heythuma dar. İlahi pərverdicara, əlinin dolandığı yerdə haqqı dolandır. Əli harda dolanırsa, haqqı orada dolandır. Diqqət elə. Demir ki, əlini haqq dolanan yerdə dolandır. Əksinə deyir. Deyir, haqqı əli dolanan yerdə dolandır. Peyğəmbər nə demək istəyir? Demək istəyir ki, əli haqqın əlamətidir. Biz əksinəyik. Biz haqqın ardıncayıq ki, haqqı tapaq, haqla yaşayaq, amma Əli əleyhissalam əksinə, haq Həzrəti Əlinin ardıncadır ki, Həzrəti Əlidən əl çəkmək istəmir. Peyğəmbərin duasında məntiq məna var. İlahi, Əli dolanan yerdə haqqı da dolandır. Odur ki, Həzrəti Əli hardadırsa bil haqq oradadır. Təqtulu kəfiətul baqiyə. Əmmara dedi də Peyğəmbər. Dedi, Əmmar səni zülümkar bir qövm öldürəcək. Bunu bil. Səni zülümkar bir qövm öldürəcək. Deyir, Siffeyn müharibəsində Əmmar çıxdı meydana Həzrəti Əlinin qoşunundan, Muaviyyənin qoşununda olan əskərlərə səsküy düşdü aralarındakı. Peyğəmbər buyurub, Əmmar səni zülümkar qövm öldürəcək. İndi əgər Muaviyyə tərəfdən Əmmarı öldürsələr, zülümkar qövm bilinəcək kimdir. Çox ehtiyatlı, diqqətli davrandılar, amma axırda Muaviyyənin əskərlərindən biri Əmmarı öldürdü. Orada deyir, Əmmar şəhid oldu, orada Həzrəti Əlinin haqq olduğu çıxdı üzə. Hələ ki, Peyğəmbər demişdi ki, Həzrəti Əli hardadırsa, haqq oradadır. Yəni, ehtiyac yoxdur dahi haqqı araşdırmağa. Görəsən, Muaviyyə haqdır, ya Həzrəti Əli haqdır. Da Həzrəti Əli əleyhissalam üçün deyib ki, harda dolansa, haqq da bil oradadır. Əli haqqın nişanəsidir, haqq Əlinin nişanəsi deyir. Odur belə bir şəxsiyyət, belə bir abid, belə bir arif bu günləri Qədir gecəsidir, həm də ağanın şəhadət gecəsidir. Əsbəq ibn Nəbatə ağanın səhabələrindən biri idi. Deyir, o gecə ki, ağanı uzatdılar ölüm yatağında, artıq ağanın axırıncı dəqiqələridir, son anlarıdır. Əsbəq ibn Nəbatə deyir, gəldim qapının yanına bir neçə nəfərlə. Gördüm, bir dəstədə adam dayanıb qapının ağzında. Birdən İmam Həsən ağa çıxdı, cəmaata dedi, Əli əleyhissalam buyurur, hamımız dağılışın evimizə. Hamı geçsin evinə. Əsbəq ibn Nəbatə deyir ki, dedim, yəbnə Rasulillah, ruhum icazə vermir, ağanı görməmiş getmərəm. İstəyirəm ağanı görəm. İmam Həsən ağa daxil oldu evə, çıxdı, Əsbəq ibn Nəbatəyə icazə verdi. Əsbəq ibn Nəbatə deyir, daxil oldum evə, gördüm ki, ağanı uzadıblar o ölüm yatağında. Baxdım o mübarək cəmalına, gördüm ki, sarı parça kimi saralıb üzü. O əli ki, üzünə baxmaq ibadətdir, indi o üz saralıb. Ağ saqqalı qırmızı rəngə boyanıb. Deyir, baxdım ağanın bu halını görəndə, dizlərim vuruldu, ayaqlarım titrədi. Deyir, ağa gözlərini açdı, gördü, mən dayanmışam. Ağlayıram ağanın başının üstündə, mənə baxdı, dedi, Əsbəq, ağlama, mən cənnətin yolunu tutub gedirəm.
Dedim ki, atam anam sənə qurban, ya əmirəl möminin, mən ona görə ağlamıram, bilirəm ki, siz səadətə çatmısınız, amma sizdən ayrılıq bizə çox çətindir, ağa. Sizdən ayrılığa görə ağlayıram. Sizi ilə bir yerdə olmaq bizə xoş idi, ağa. Deyir, İmam Həsən ağa, ağanın başının üstündə dayanıb xidmətində idi. Ağa huşdan getdi, huşa gələndən sonra süd istədi. Süd istəyəndə, deyir, süd yox idi evdə, səs saldılar ki, ağanın südə ehtiyacı var, bir də onda gördülər ki, qapı arxasından səs gəlir. Açdılar qapını, gördülər, Kufənin yetimləri dayanıb, əllərində süd. Dedilər, eşitmişik, ağamızın südə ehtiyacı var. Bir zaman ağa bizə süd gətirərdi, amma indi biz ağamıza süd gətirmişik. İmam Həsən ağa alır, içirdir Həzrət Əli əleyhissalama. Əli əleyhissalam içir, süddən biraz içəndən sonra qalanın verir İmam Həsən ağaya, deyir, oğlum bunu apar ver İbn-i Mülcəmə, onun da südə ehtiyacı var. Onun da südə ehtiyacı var. Belə bir şəxsiyyət. Öz qatilinə süd göndərir, öz içdiyi süddən göndərir. Dünya belə bir şəxsiyyətin intizarındadır ki, belə bir şəxsiyyət gələ, bu kimi bir şəxsiyyət gələ, dünyanı bu haqsızlıqdan xilas eləyə. Dünyada haqqı, ədaləti bərpa eləyə, ancaq belə şəxsiyyətlər dünyanı xilas eləyə bilər. İlahi Pərverdigara, səni and veririk Peyğəmbər və övladı Peyğəmbər hörmətinə. Bizi dünya və axirətdə Əli və övladı Əli ilə məhşur elə.